Götünüzə qoyum sizin. Petuqlar. Yanında parmezanlı kartof. Buna. Əmcəklər, qəhbələr. Hüseyin Həsənova baxa. Buna va buna. Mənimkini alın ağzınıza. Ağzınıza alın mənimkini oğraşlar, petuqlar. Arvadınızın, nəslinizin ağzına verin. Qəhbələrin hamısı da Rus dilində danışır. Bax. Qəhbələrə bax, hamısı Rus dilində danışır. Qəhbələr hamısı Rus dilində danışır. Qəhbələr, qəhbə südü əmənlər. Hamısı Rus dilində danışır. Hüseyin Həsənova bax, Hüseyin Həsənov, sən bilirsən də sən niyə görə ananı, bacını, nəslini trasa düzmürəm? Bilirsən də Hüseyin Həsənov. Bilirsən, itə yiyəsinə görə hörmət eləyərlər. Hüseyin Həsənov, bu qədər də baş aparmadı. Rusiyada Hüseyin Həsənov sənə çirkli pulların transferinə görə, çirkli pulların yuyulmasına görə sənə cinayət qaldırıblar. Özdə ağır cinayət qaldırıblar. Sən Leyla Əliyevanın pullarını yuyubsən həmişə. Leyla Əliyevanın. Dallağını yuyubsən, bir də Leylanın milyardlarını yuyubsən. Hüseyin Həsənov, sən atan işkin birisən. Sən atan işkin birisən. Dastoyunu göt verən olsan, indiyə kimi bir bloger əl tutardın. Siyasi blogerə. Sən atan işkin birisən. Leylanın ya amcığını yumusən, ya da Leylanın milyardlarını yumusən. Xeyr ola. Sən Rusiyada axtarışdasan. Bütün Rusiya televiziyaları səni Roski verib axtarırlar. Sən də İlham Əliyevin yanındasan. Xeyr ola. Üstəlisiniz siz. Bu nə qədər bezabrazı, bu nə qədər dəhşətdir. Rusiyada ən ağır cinayətdən axtarışda olan adam Emin Ağalarovun yetimçəsinin burgerini yiyir. Dəlixana da buna və buna. Buna. Adı Alex, Emin. Bunun adı Alex'dir. Bunun adı Alex'dir. Emin Ağalarovun qohumudur bu, Alex. Özü qəhbə kimi. Emin Ağalarovun qohumudur, adı da Alex'dir. Özü bisinə qayırır bunun. Özü vəhşi kimi yiyir yeməyi. Bisinə təri. Yeməyi vəhşi kimi yiyir. Yeməyi vəhşi kimi yiyir, özə çəkir belə, özünə diqqət yaradır. Alex, sən damcıq əmənsən də, kimsə nəsə, sizin kökünüzə soxmaya, hamınız 200 qramlıq amcığa görə kişi olan döysünüz mən. Ay Hüseyin Həsənov, ay Şükran, Adil Əliyev, Emin Ağalarov, sizin hamınız, sastavınız, sülaləniz 200 qramlıq amcığa görə kişi olan döysünüz mən. Tüy sizin kişiliyinizə soxum. Cındırlar. Hələ buna və buna. Buna və buna. Vəşi kimi yiyir, bax, Alex. Bax. Ya məmkini əmin, ya məmkini yiyir. Mənim mıxımı yiyir, ona bax. Buna bax. Elə bir mənim daşşağımdır, bax, ağzında. Buna bax, buna. Oğraş yığın, oğraş. Qəhbə, buna bax, buna. Buna bax, buna. Vəşi kimi yiyir, özü qəsdən. Çəkdirir, paylaşır. Sizin yediyiniz yeməyin içini sikim mən. Yediyiniz yeməyin içini sikim mən. Yediyiniz yeməyin içinə töküm mən. Bax, belə spermamı, bax, belə kəpləmə atım, leyliyə basım, sonra çıxardım, gələndə töküm yediyiniz yeməyin içinə. Xalq acından batır. Sizin yediyiniz yeməyinizin içinə töpüm. Elə bil ki, balaca o, İlhamın o nəvəsinin, elə bil burgerində, yemək yiyən elə burgerin arasında elə bil o narkotikli sos deyil, Qabilin spermasıdır, bax, belə sperması. Qabilin sevənlərin spermasını yiyin. Göt uşağı göt. Qəhbə süd əmənlər. Buna bax, Buna bax, buna. Yiyin Qabilin mıxını, ona vəşi kimi yiyir, bax, özü. Cındır, qəhbədirlər də, Allah kişidirlər əsin. Kişiliyinizə soxun əsinə.
Sizin hamınızı qoyun kimi qabağımda otararam əzsin. Sən amcıq əmən emin deyilmi? Leylanın amcığını əmməyib, Leyla da onun mıxını sormayıb bu. Əsəbləşdirmə, bütün bugünkü efirim zay oldu. Bütün bugünkü efirimin içine etdilər. Ən böyük oğraş bu dev. Bu qəhbənin balası var abi, bu Qanculiya gədə. Hani bu Qanculiya gədə? Hani bu oğraş. Adil Əliyev, bu Qanculiya gədə var ya bu. Bu Qanculiya gədə pozdu, bax efirim. Qanculiya gədə. Gözlərinə bax, ölü bə bu. Bu ölü, bunun götünü dağılacaqlar. Bunun götü dağılacaq, baxarsın. Baxarsın, 2007-ci ilə bu salamat qalmayacaq, belə doğranacaq, baltalanacaq. Mən də qabil deyiləmsə, mən bilirəm nə deyirəm. Bana sifətə bax, sifətə bax, sifətə bax. Sifət deyir, mən qəhbəyəm. Bu sifət deyir, mən oğraşam. Bu sifət deyir, mən hər şeyi əmənəm. Ağıza bax, dodaqlara bax. Ağzı balaca adamlar çox agresiv olur axı biraz da. Buna bax, burnunun deşməklərinə bax. Sənin burnunun içinə soxacam mənə. Sənin nəslinə soxacam mənə. Nəslinə soxacam sənin. Oğul. Qəhbənin südünə mən. Hazır, çoxdan səndən danışmırdım Adil Əliyev. Arada bir material gəlməsin mənə. O restoranların səsi gəlməsin. Gecə Suraxanın sakinləri rahat yatsınlar. O səs-küy yığışdır ki, Adil Əliyev, mən səndən danışmayayım. Onsuz da bilirsən, qanlı düşmənik biz. Bugün sənin əlində imkanlar var məni öldürməyə, kifayət qədər imkanlardan istifadə edibsən, hələ ki öldürənməyibsən. Amma mən hakimiyyətə gəlsəm, səni dünyanın harasında olursan ol, sən danatçı kimi yerin altda gircinə. Köpək balığı kimi okeana açıl, səni doğrayacam Adil Əliyev. Nəsimi kimi dərini soyacam. Efirə zəng eləyə bilərsiniz, bu sistemi dəyişmək. Efirə zəng eləyin, dostlar. Zəng eləyin, mövzu dəyişsin, əsəblərim sakitləşsin, nervləndim, küçüklər görün. Göt uşağı göt. Qəhbə südənənlər.